Xaricdə təhsil üçün hansı məqamlara diqqət etmək lazımdır? Türkiyə universitetlərinin təhsil sərgisindəyik dostlar. Bir çox şəhərlərdən universitetlər öz proqramlarını təklif eləyirlər. Bakalavr, magistr və doktorantura səviyyəsində təhsil almaq imkanları var. Xaricdə təhsil üçün hansı məqamlara diqqət etmək lazımdır? Xarici ölkə olduğuna görə təbii ki, xərclər şəhərlərə görə dəyişir. Ərazisi böyük olan ölkələrdə universitetin keyfiyyəti, universitetin reytingi, eyni zamanda sizin necə qəbul olduğunuz da bir çox məsələləri həll edə bilir. Yəni, bəzən atestatla qəbul olmaq olur, çox asandır. Bəzən müxtəlif imtahanlar tələb olunur. Bəzən isə universitetlər dünyanın top reytinglərində yer alır və ora qəbul olmaq çox çətin olur. Xaricdə təhsillə bağlı da suallarınızı bizə ünvanlaya bilərsiniz. Əgər etibarlı şirkətlər axtarsanız, əməkdaşlıq etdiyimiz şirkətlərə sizi yönləndirə bilərik.